Evlilikdən sonra münasibətlərin dəyişməsi cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biridir. İnsanlar nə dəyişdi sualının cavabını axtarır. Anlaşılmamazlıqdan. Ya kişi qadını anlamır, ya qadın kişini anlamır. Arxayınlaşır da. Hər iki tərəf yoxsa necə? Məncə hər iki tərəf. Xarakterlər müxtəlifdir. Xarakterlər tutmur ona görə. Rahat olurlar. Xanımlarımız rahat olmağı üstünlük verir. Azad olmaq üçün bəzən də münasibətlər korlanır. Çoxu maddi problemlərlə əlaqəli olur. Belə bir deyim var, deyir ehtiyac pəncərədən içəri, qapıdan içəri girəndə sevgi, məhəbbət pəncərədən bayıra çıxır. Psixoloq Elnur Rüstəmovun sözlərinə görə evlənəndən sonra münasibət yeni bir forma alır. Sevgi münasibəti idi, nişanlılıq münasibəti idi, indi evlilik münasibəti idi və evlilik münasibəti də zaman-zaman dəyişikliyə uğrayır. Tutaq ki, 2 nəfər ailə qurur, münasibət bir formada davam edir. Sonra uşaq olur, başqa bir formada davam edir. Kiraya qalırlar, münasibət başqa cür olur. Öz evlərinə köçürlər, başqa cür olur. Sevgili olan dönəmdə hər kəs özünü ideal göstərməyə çalışır. Hər kəs özünü mükəmməl göstərməyə çalışır. Ancaq evlilik uzun bir prosesdir. İnsanın real vəziyyətlər ortaya çıxa bilər. Konflikt situasiyalar ortaya çıxa bilər. Çünki burada artıq romantikadan yox, məsuliyyətdən söhbət gedir. Elnur Rüstəmov deyir ki, rollar dəyişir, ünsiyyətlərin şəkli dəyişir və bunların hər biri münasibətlərə təsir edə bilir. Gündə 2-3 saat bunlar bir yerdə olurdularsa, həftədə bəlli saat bir yerdə olurdularsa, indi evlilikdən söhbət gedir. Bunlar işləsələr, çalışsalar da gün sonu bir yerə gəlirlər və bunu gəlmək məcburiyyətindədirlər. Çünki evliliyin özünün bir məsuliyyəti var. Burada qərarlar birgə verilir. Sağlam evlilik o evliliyə deyilir ki, hər iki tərəf öz məsuliyyətini dərk edir, hər iki tərəf sərhədləri qəbul edir və bunun daxilində ailə təməlini daha da möhkəmləndirilir. Sosioloq Üzeyir Şəfiyev isə bildirir ki, ailə qurandan sonra tərəflər bir-birini daha yaxından tanıya bilirlər, ona görə də münasibətlərin dəyişdiyini düşünürlər. Çox yaxşı olar ki, gənclər arasında evlənənə qədər səmimi ortam olsun, onlar maskalanmasınlar, bir-birlərinin kimliklərini, psixoloji, sosial kimliklərini, mədəni kimliklərini tanısınlar və əgər birlikdə yol gedə bilərlərsə, o halda ailə qurmağa qərarlı olsunlar. Əks təqdirdə evliliyin ilk illərində və yaxud da ki 5 il, 3 il, 5 ildən sonra artıq onlar arasında koaliziya, konflikt olacaq. Sosioloq qeyd edir ki, tərəflərin zamanla mənfiyə doğru dəyişməsi konfliktlərin artmasına və nəticədə boşanmalara gətirib çıxara bilir. İlhamə Kələyeva, Cəfər Qasımov, Vüsal Həşimov, Xəbər Ertəsi.